Deməli, toplu tərpətdim elə bil, ha? Canım, qoy belə düzəldim, hə. Toplu 2019-da nə edirik? Funksiyanı dövran nöqtələri 21-dən mi başlamalıydı? Yoxsa 23-dən? Ha? 23-dən. 23 və ondan sonra. 23'te deyir ki, y bərabər y üstü mənfi 5x sıxaq 5x funksiyasının azalma aralığı. Deməli, nə edəcək? Törəməsinin harada mənfi olduğunu tapacaq. Birincisi, y bərabər mənfi 5 y üstü mənfi 5x sıxaq 5. Bunu da bərabər 0 elik dövran nöqtəsini tapacaq. Alıram ki, y üstü dayan görək nə olur. Bu həmişə mənfidir, amma həmişə kiçik sıfırdır. Düzdürmü? Çünki y müsbət qiymətlər alır həmişə. Qavaldakı mənfi 5 mənfi. Həmişə sıfırdır. Deməli, mənfi sonsuzluq, müsbət sonsuzluqdan azalır. C variantı. Törəmə həmişə mənfi olanda həmişə azalır. 25'ə keçək. A parametrinin hansı qiymətlərində y bərabər x kubu üstə gələk 6x kvadratı. Sıxaq 4ax üstə gələk bir funksiyasının böhran nöqtələri yoxdur. Baxaq görək olaq. Törəmənin tapırıq. Yığışdırıq bərabər 3x kvadratı üstə gələk 12x. Bu da sıxaq 4a. Düzdür. Onun böhran sıfıra bərabər olmaması üçün diskriminant mənfi olmalı. Onda diskriminant bərabərdir 144. Üstə gələk 4'ü 4'ə vuranda 16, 48a. Düzmü deyilir? 4a-sı. 4'ü olanda 12, 48a kiçik 0 olmalıdır. Onda 48a kiçikdir 144. A da kiçikdir 48 3 dəfə mi edir? A da kiçikdir 3'dən. Yox, mənfi 144, mənfi 3'dən kiçik olmalı. Mənfi sonsuzluq, mənfi 3 var mı? A daxildir. C variantı. 27'ye bakar. 27'de ise deyir ki y bərabər 2x kvadratı sıxaq kök altında x üstə gələk 2 funksiyasının 0,1 parçasında ən kiçik qiymətini tapır. Böyüşün törəməsini tapaq birinci böhran nöqtələrini. F'(x) bərabərdir 4x çıxar 1 bölü 2 kök altında x. Böhran nöqtələr nə edirdi uşaqlar ən böyük qiymətini tapmaq üçün? Parçada böhran nöqtələrini tapırdıq, parçanın uc nöqtələrində və bu parçaya daxil böhran nöqtələrində qiymətləri hesab edir. Bərabər 0 edir. Onda bunun vuranda hər tərəfi ki, birinci ayrı məsələ ki, x böyük 0 olmalı, böyük bərabər yox. Böyük bərabər 0 olmalı, əvvəlcədən. Ona görə, böyük bərabər 0. Vuranda hər tərəfi 2 kök x kök altı, 8x kök altında x, sıxaq 1 bərabər 0, x kök altında x bərabərdir 8'də 1. Bu da x üstü, kök altında x'in kubu deməkdir. Bərabərdir 8'də 1. Onda nə olur? Kök altında x bərabərdir 2'də 1, x bərabər 4'də 1 olur. 4'də 1 0,1 parçasına aiddir mi? Aiddir. Onda f 0'ı yoxlayacağım. F 4'də 1 yoxlayacağım. Bir də f1 yoxlayacağım. F0'ımız yazanda 0, 0, 2 edir. F4'də 1. 4'də 1 olanda 2 vura 16'da 1. Çıxaq 2'də 1 üstə gələk 2 edir. Bu da 8'də 1. 8'də 1'dən 2'də 1 çıxanda neçə edir? Mənfi 8'də 3. O da 1 tam 8'də 5. Belə bir qiymət. İndi 1 yoxlayaq. 2 çıxaq 1 üstə gələk 2, 3 də qoyular. Ən böyük yoxsa ən kiçiyini soruşur. Ən kiçiyi əksi qiymətini tapın deyirlər. O görüm 8'də 13-dür. Deməli 8'də x və 8'də 13 B variantı. Yaxşı. 29'a keçək. Görək 29 nədir? 29 belədir. Y bərabər x kubu çıxar, üstə gəlir 3x kvadratı. Funksiyasının maksimum nöqtəsini tapır. Törəməsini tapır. Y bərabər
3x kvadrat üstə gələ 3x. Bərabər 0 edirəm. 3x-i çıxardıram, x plus 1 bərabər 0. Deməli, bax bu -1. 6x-dir, hə. Şimdi başqa yerdə, ona görə üstə gələ 2 elədi də. Hə, bu elədi -2, bu da elədi 0. Bölürük. Maksimum tapmaq üçün bilirsiniz də, törəmə müsbətdən mənfiyə mənfidən müsbətə dəyişmək. Birinci mənfi çıxıram. Bu mənfi, bu mənfi. Oldu müsbət. -1 quram. Bu mənfi, bu müsbət. Oldu mənfi. 0-dan böyükdəki müsbət olacaq. Deməli, artır, sonra azalır, sonra artır. Nəyini tapın deyir? Maksimum nəyini? Eləcə maksimumunu deyir. Maksimum nöqtəsi budur. X bərabərdir -2. A variant. Keçirik 31-ə. 31-dən var. 31 belə. Fx bərabərdir. 2 vurar 200x. Üstə gələk. 3 vurar 200-dür -x funksiyasının artma aralığını tap. Deməli, yenə törəməsini tapmalıyıq. F'(x) bərabərdir. Bax, bunun törəməsi. Deməli, 200x-in törəməsi nə idi? 200x ln 2 idi. Düzdür? 2 vurar 200x ln 2. Yaxşı. Bu isə üstə gələk 3 vurar. Görürsünüz, x mürəkkəb funksiyanın üstündə də mənfidir. Onu görə də mənfi 200-dür, -x ln 2 də bu edir. Düzdür? Bərabər eləyirəm 0-a. Böhran nöqtəsini tapmaq üçün. Bərabər eləyirəm 0-a, ln 2-lər gedir. 2 vurar 200-dür, x çıxar 3 bölə 200-x eləyirəm, bərabər 0. Hər tərəfi 200x al, vururam. Vuranda 2 vurar 200-dür, 2x çıxar, bərabərdir 3-ə. Bu yüzə keçdik. Nəsə dolaşıq bir şey olacaq dərsində. 200-dür, 2x bərabərdir 2-də 3. Onda 2x bərabərdir loqaritma 2 əsasdan 2-də 3 edir. X da bərabərdir 2-də 1 loqaritma 2 əsasdan varmı elə bir cavabsa? 2-də 3. Sözü mən səhv elədim. Ona oxşar bir şey var elə. Daha indi biz o eləyəcəyimiz 31 eləmi? Hə. İndi bura bax. Bundan böyük və kiçik. Baxaq görək nəyini tapın deyir azalma aralığını. Artma, müsbət olanını tapar. 2-də 1 loqaritma 2 əsasdan 2-də 3. Məsələn, deyək ki, nə tapaq? 2-də 3 eləməyək. Məsələn, 2-də 3-ümüz 2-dən kiçik. Bu da artandır, düzdürmü? Bunun əvəzinə, məsələn, 2-də 3 qoyuram, 2 qoyuram, 4 qoyuram. Ya 2 qoyuram. 2 olanda nə olur? 2, 2, 1, 2-də 1, 2-də 1 yazanda görək. Ya da 2 qoyaq da 4 yazalım məsələn, daha rahat şey. 4 olanda nə olur bu? 4 olanda olur, yox, kiçiyini qoymalıyıq axı biz. Hələ birinci kiçiyini qoymalıyıq. 1 yazalım. 1 yazanda bu 0 eləyirmi? 0. Baxaq görək indi nə olur? 1 yazanda x-in əvəzinə. 1 yazanda nə olur? Bax, bu 2-dən kiçikdən görüm. X-da 0 yazanda. 0 yazanda, bax, bura olur 2 çıxar. 0 yazanda 2 çıxar 3. Mənfi. Bu birisi də müsbət olur. Deməli, onda görün belə bir cavab var. X daxildir. Mənfi sonsuzluqdan 2-də 1 loqaritma 2 əsasdan 2-də 3 var. Bax, belə bir şey var mı? Artmanı, hə, tərsinə də onda. Artmanı istəyirsən, x daxildir. 2-də 1 loqaritma 2 əsasdan 2-də 3 müsbət sonsuz. Belədir, B var. Hadi siz deyirsiniz, nə bilim mən G variantı. G variantı. Keçirik 33-ə. 33 belə. Deməli, f(x) bərabərdir. X üstə gələr 2 kosinus, x üstə gələr 2 funksiyasının böhran nöqtələrini tapaq da, f(x) bərabərdir. Bu 1, bu da kosinus üçün -2 sinus x-dir. Bərabər 0. Nəyə gəlir uşaqlar? Trigonometrik tənliyə. Sinus x bərabərdir 2-də 1,
X da bərabər mənfi 1 üstü k pi bölə 6 üstə gələk pi k var mı? Böhran nöqtələri var. C variantı. C variantı. 35'te görək nədir? 35'te də deyir ki, fx bərabərdir. Fx bərabərdir 2x kubu çıxaq 9x kvadratı üstə gələk 12x üstə gələk 3 funksiyasının maksimumunu tapın. Maksimum törəməsini tapaq. F'(x) bərabərdir. Verir 8x, yox 6x kvadratı. Çıxaq 18x üstə gələk 12. Bərabər edirəm 0-a. 6-ya bölətə x kvadrat çıxaq 3x üstə gələk 2 bərabər 0 alınır. x1 bərabərdir 1, x2 də bərabər 2 alınır. 1, 2, deməli 1, bu da ki 2. 1-dən kiçik məsələn deyək ki 0 yazır. 0 yazanda görürsün müsbət 2 edir. Məsələn 1.5 qoy bunda vurğular ayırmış vəziyyət yəni. X çıxaq 1, x çıxaq 2. Törəmə bu vəziyyətdə olur. Altında qabaqda göstərir. F'(x) bərabər. Hə. Məsələn 1.5 yazılan. Bu müsbət, bu mənfi. Oldu mənfi. 2-dən böyükdə də 2 müsbət. Nəyini tapın deyir? Maksimum görürsünüz. Artı, sonra isə azalmaya keçir, sonra bir də artır. Yəni artmadan azalmaya keçirsə bu maksimum. Maksimum nöqtəni mi soruşur yoxsa qiyməti mi? Qiyməti. Maksimum qiyməti onda 1 maksimum nöqtəsini yerdən qoyub tapıram. F1 də bərabərdir. 2 çıxaq 9 üstə gələk 12 üstə gələk 3. Neçədir? 3, 8-dir. Gör 8 var mı? D variantı. D var. Maksimum qiymət deyirsə, bu funksiyanı tapır. Maksimum nöqtəsi də həmdə argument var. Yaxşı, sonra 37 də belə. Deyir ki, fx bərabərdir 2 kosinus x üstə gələk 4x üstə gələk 11 funksiyası üçün nə artan, nə azalan, nə və s. F'(x) bərabərdir mənfi 2 sinus x üstə gələk 4. Düzdür? Bu həmişə böyük sıfırdır. Nə deyirsiniz onda? Həmişə artandır. Var mı elə bir zavod? C variantı. Çünki bak görürsünüz, sinus ən böyük 2 ala bilər. Burada mənfi 2 üstə 4 yerdə həmişə müsbətdir. C variantı. Yaxşı, 39 da belə. Deyir ki, fx bərabərdir kök altında x kvadrat çıxaq 4x üstə gələk 20 funksiyasının mənfi 1,4 parçasında ən böyük qiymətini tapın. Törəməsini tapaq. F'(x) bərabərdir. Bu 1 bölə 2 kök altında bu ifadə x kvadrat çıxaq 4x üstə gələk 20. Vuraq bunun törəməsi neçə edir? 2x çıxaq 4 də vurur. Bərabər edirəm 0-a, məxrəc heç sürəti 0 eləyəndə x bərabərdir 2. İndi bir şeyə fikir verək, görə birdən kökün altına mənfiyə çevirir. X bərabərdir 2. 2, 4, 8 müsbət edir. Deməli onda yoxlayaq. F ən böyük qiymət soruşur, deyək kiçiyini. Mənfi 1-i tapmalıyam, F2-ni, çünki 2 bura daxildir. Bir də F4-ü tapmalıyam. Kökün altında funksiyanın özündən. Mənfi 1 olanda 1, 5, kök altında 25, o da 5 ilə. 2 olanda kök altında 4 çıxaq 8, mənfi 4 üstə gəldi 16, elədi 4. Sonra, o birisi hası ilə. 4 olanda 16 çıxaq 16, 2 kök altında 5 də belə. Ən böyüyünü soruşur, yoxsa ən kiçiyini? Ən böyük 5. D variantı. D variantı. 40 da daxil olmaqla yazarsınız uşaqlar, bu qədər kifayət.